Başlayaq uşaqlar. Ekran görürsüzdə yəqin ki. Bəli, Tamam. Deməli, birinci sualdan başlayırıq. Birinci sualda verilən bitkilərdən neçəsi göstərilən sxemə uyğundur? Göstərilən sxemdə burada qeyd olunub ki, deməli, ortada buynuz meyvədir bura. Buynuz meyvəyə aid olanları seçməliyik. Deməli, buynuz meyvəyə aiddir nə? Mən qələmi seçeyim. Buynuz meyvəyə aiddir. Turp, bunu götürəcəyik. Turpu götürəcəyik. Lobya paxla meyvədir, noxud paxla meyvədir, kələm buynuz meyvədir, burada dən meyvədir. Bunu götürməyəcəyik. Bu, mən deyərdim ki, ən asan suallardan biri idi. Yəni, belə qiymətləndirirəm. Yəqin ki, siz də eyni fikirdə olarsınız. Gəldi ikinci sualımıza. Lobya bitkisinin hansı rəqəmlə verilən hissəsi ziqotdan başlanğıc götürməyib? Götürməyib nə deməkdir? Yəni, ziqotdan nə əmələ gəlir? Rüşeym, düzdür? Həmin o dediyimiz o rüşeym ki var, özü nəyə başlanğıc verir? Rüşeymin hissələri ki var, bax bu bir. Bir nəyin? Bir var, iki var, üç var, bir də bu dörd var. Dörd ləpə yarpaqlarıdır, üç rüşeym kökçüyüdür, iki rüşeym gövdəciyidir, bir də rüşeym tumurcuğudur. Bunlar hamısı rüşeymin hissəsidirsə, deməli, rüşeym də ziqotdan əmələ gəldiyinə görə, deməli, bunların hamısı rüşeymin hissəsi olduğuna görə ziqotdan əmələ gəlir. 5 ilə göstərilən hissə isə toxumun qabığıdır. Toxumun qabığı bilirik ki, ziqotdan əmələ gəlmir. Yumurtacığın divarından əmələ gəlir. Ona görə cavab olur burada D variantı. Keçirik növbəti suala. Üçüncü sual. Uyğunluğu müəyyən edin. Doğru fikirlər istəyir. Vərəm xəstəliyini törədən bakteriyalardır. Bəli. Doğrunun altından doğrunu yazdığı üçün bunu doğru götürürük. Bitki, göbələk və bakteriyaların xarici qılafı plazmatik membran adlanır. Xarici qılaf deyil, daxili qılaf plazmatik membran adlanır. Deməli, bu səhvdir. Vokal bitki, heyvan və bakteriya hüceyrələrində olur. Bakteriya hüceyrələrində olmur. Bu fikir yanlışdır. Yanlışı da yanlışın altından yazdığı üçün bunu götürəcəyik. Əmistel hüceyrəsi ixtisaslaşmış hüceyrədir. Bəli, elədir və yanlışın altından yazıldığı üçün bu deməli doğru yanlışın altından yazılıbdır da. Demək ki, bunu götürmürük. Ona görə olur cavab 1-2 A variantı. Hansı bitkinin meyvəsinin əmələ gəlməsində iştirak edən yumurtacıq sayı yumurtalıq sayına bərabərdir? Yadda saxlayırsınız, yumurtalıq sayı yumurtacıq sayına bərabərdirsə, mütləq bu bir toxumlu meyvədir. Demək ki, mən noxudu götürənmərəm, almanı götürənmərəm, pambığı da götürənmərəm. Pambıq bilirik, qutçuq meyvədir, alma içərisində çoxlu toxum olur, noxudda. Həmçinin buna baxan isə nədir? Bir toxumludur, götürürəm. Verilmiş çoxalma sxemindən istifadə edərək yaranan yeni bitki haqqında hansı fikri söyləmək olmaz? Burada diqqətlə yaxınlaşdırıb baxanda görürsünüz ki, bax burada gilasdır, yəni albalı bitkisidir. Meyvələri sadədir, bəli, sadədir. Meyvələri çərdək meyvədir, bəli, hamımız albalı gilas yemişik, çərdək meyvə olduğunu bilirik. Toxumunun rüşeymində 2 ədəd ləpə yarpaq var, bəli, gilas, yəni albalı 2 ləpəli bitkidir. Yaranan bitkidə meyvəyə başlanğıc verən çiçəklərin yumurtalığında bir neçə yumurtacığa rast gəlilir. Bu səhvdir. Bir neçə yumurtacıq yox, bir yumurtacıq olur, çünki bir toxumludur. Gəldi, şagirdlərlə əyani eksperiment həyata keçirən müəllim şəklə əsasən onlara hansı tədqiqat sualını verə bilər? Baxın bu tədqiqat sualına. Burada da nəm torpaq yazıb, burada da nəm torpaq. Burada da günəş var, burada da bitki var, burada da bitki var. 30 sestərcə, 30 sestərcə. Deməli, bunlar eynidir. Deməli, bunların tədqiqatda müəyyən eləyə bilmərik bunun nəyinsə. Ətraf mühitin temperaturunu
fotosintezin sürətinə təsir edirmi? E, Temperatur ikisində də 30-dur, bunu müəyyən edə bilməzlər. Torpağın nəmliyi fotosintezə təsir edirmi? Nəmli ikisində də var, bunu da edə bilməzlər. Günəş işığı fotosintezin sürətinə təsir edirmi? Bunu da eləyənməzlər, çünki günəş işığı hər ikisinə düşür. Ətraf mühitdəki karbon qazının miqdarı fotosintezin sürətinə təsir edirmi? Bu ola bilər. Niyə? Burada bir dənə qurbağa var. Bir dənə qurbağa, burada isə iki qurbağa var. Burada iki qurbağanın xaric etdiyi karbon qazı daha çoxdur, bir qurbağanın isə azdır. Ona görə bunu təcrübə kimi, tədqiqat kimi apara bilərlər. 7-ci sual hörümçək kimlərə aid deyil? Hörümçək kimlərə aid olmayan birədir, birə həşəratlara aiddir. Təsvirlə bağlı yanlış fikri müəyyən eləyin. Deməli, təsvirdə A ilə göstərilən heyvandır, çəyirtkədir, B ilə göstəriləndə yarpağın ayasıdır. Yanlışı deyir. A və B orqanizmlərinə məxsus hüceyrələr sitoplazmadan oksigeni istifadə edib, karbon qazını xaric edərək hüceyrə səviyyəsində tənəffüsə həyata keçirən iki membranlı orqanoidə malikdir. Yəni, dolayısıyla deyir ki, çəyirtkədə də və yaxud da bitkinin yarpağında da mitoxondri varmı? Bəli, var. Bu, doğru fikirdir. Doğru fikir istəmir bizdən. Yanlışı istəyir. B variantında A orqanizminin aid olduğu canlı qrupuna malik hüceyrələr haqqında əsas materialları Matias Schleiden deyir, müəyyənləşdirib. Xeyr, Theodor Şivan müəyyənləşdirib. Bu elə yanlış cavabdır. C variantında B ilə işarə edilmiş orqanizmə məxsus hüceyrələrdə sitoplazmadan iki membranla ayrılan xlorofil pigmentlərinə malik çoxsaylı kiçik cisimciklər şəklində orqanellər var. Bu nə deməkdir? Xloroplastlar deməkdir. Var, bəli. Bu doğru fikirdir. Bizdən yanlış istəyir, ona görə silirik. D variantında A ilə işarə edilmiş orqanizmin aid edildiyi qrupun bəzi nümayəndələrinin hüceyrələrində suyun, duzların miqdarının tənzimlənməsində ifrazat məhsullarının xaric edilməsində iştirak edən bir membranlı strukturlara rast gəlinir. Bəli, bu da doğrudur. Doğru fikri istəmir bizdən. Yanlış istədiyinə görə bunu götürmürük. Yəni, bu nə deməkdir? İfrazat vokalı və baxın diqqətlə bəzi nümayəndələrinin deyir, hamısında yoxdur. 9-cu sual verilən şəkildə x, y və z ilə müvafiq olaraq hansı kök növləri göstərilmişdir? X bilirik ki, baxın, gövdədən çıxıb burada. Deməli, gövdədən çıxdığına görə əlavədir. Y qalındır, ortadadır, bu əsasdır. Ondan da çıxan nədir? Z, bu da yandır. Cavab olur D variantı. A, B və C canlıları heyvanların müxtəlif qruplarına aiddir. Bu canlılarla bağlı verilmiş fikirlərdən hansı və ya hansılar yanlışdır? Gəlin baxaq. A nə ola bilər? A-ya deyir ki, A yaxşı düşməyib heç. A, hə. A-ya deyir ki, onurğalıdır və istiqanlıdır. Onurğalı olub, istiqanlı olub, ya quş ola bilər, ya da məməli ola bilər. Düzdür? Başqa variant yoxdur. Gəlin A haqqında görək nə yazıb. Yanlışı istəyir də bizdən, eləmi? Hə, yanlışı. A dərisi çılpaq, selik ifraz edən çoxsaylı vəzlərə malikdir. Var, çoxsaylı vəzləri var. A dedik nə ola bilər? Ya quş, ya da məməli. Bu deməli səhvdir də, ikini götürdük. A haqqında 4-ə baxaq. A dərisi qurudur, yeganə dəri vəsi pi ifraz edən büzdün vəsidir. Bu ola bilər. Məsəl üçün, əgər quş götürsəm. Məndən doğrunu istəmir, yanlış istəyir. Onu sildim. A, aid olduğu qrupuna məxsus bütün canlıların dərsi buynuz maddədən ibarət lələk örtüyü ilə örtülüb. Əgər quş nəzərimdə tutmuşamsa, bəli, bu ola bilər. Deməli, yanlış. Doğru fikirdir. Mən yanlış axtarıram. Gəldik B variantına. B-də deyir ki, pulcuqlu və çoxlu sayda vəziyə malik dəridir və nə yazıbdır? Onurğalıdır. Bu balıqdır. Balıq haqqında balıq soyuqqanlı heyvandır. Bəli, bu doğru fikirdir. Doğru fikir mənə lazım deyil. Gəldik B variantına. B başqa yerdə yoxdur. C-yə baxıram. İstiqanlıdır, tük örtüyü deyir var. İstiqanlıdır, tük örtüyü varsa bu nə ola bilər? Məməli ola bilər. Yazıb ki, C dərisi quru və vəssizdir. Buynuz maddədən ibarət pulcuqlarla örtülübdür. Məməlidə belə bir hal yoxdur. Yanlışdır. 2-3. Və 5-ciyə baxırıq. C dərisində tüsü, tərpi və qoxu vəzləri olur. Bəli, məməlidə bu hal var.
doğru fikirdir. Doğru fikir bizə lazım deyil. Ona görə cavab olur 2-3 D variantı. Keçdik növbəti suala. Anlayırsınız da yəqin ki, sürətli deyil ki, başa düşürük. Hə, uşaq. Bəli. Aha, tamam. Bəli. Aşağıdakı qrafikdə onurğalı bir heyvanın bədən temperaturunun bədən temperaturunu deyir X-dən işarələ. Ətraf mühit temperaturundan əmtı ətraf mühit temperaturu deməkdir. Qrafiki verilmişdir. Qrafikə əsasən bu heyvan haqqında hansı mülahizə yanlışdır? Gördüyümüz kimi ətraf mühit temperaturu aşağı düşəndə onun da bədən temperaturu qırmızı şeyə baxın aşağı düşür. Bu da aşağı düşəndə. Bu qalxanda bu da qalxır. Demək ki, bu nədir? İstiqanlı deyil. Arxa ətrafları ön ətraflarından daha uzun olduğuna görə sırayişlə hərəkət edə bilər. Yəni, qurbağa deyir, ola bilər. Bəli, ola bilər bu qurbağa. Yəni, məndən nəyi soruşur burada? Yanlışı soruşur. Deməli, bu ola bilər. Doğrudur da bu fikir. Biz yanlış axtarırıq. Üzgəclərin köməyi ilə hərəkət edə bilər. Bəli, balıq ola bilər. Bu da ola bilər. Timsah ola bilər. Bəli, ola bilər. Amma balasını südlə bəsləyə bilər ifadəsi nədir? Yanlışdır. Ona görə doğru cavab olur D variantı. Yəni, yanlış olan cavab D-dir. Çiçəkli bitkinin çoxalması zamanı iki fərqli üsul tətbiq edilmişdir. Bu üsullarla bağlı verilmiş fikirlərdən doğru olanları Venn diaqramına müvafiq olaraq seçin. Bax, birinci üsulda görürsünüz toxum səpilibdir. İkinci üsulda bu yarpaqdan, bu bitkidən əmələ gələn yarpaqdan yarpaq qoparılıb və nəticədə bu bitki alınıbdır. Deməli, birinci üsul bu. Toxumladır, bu da yarpaqlandır. A yazıb ki, bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök bilavasitə gövdə ilə birləşmə əmələ gətirir. Bilavasitə gövdə ilə birləşmə əmələ gətirən kök növləri əsas kökdür, bir də əlavə kökdür. Diqqətlə baxın, deyir ki, A-nı hara yazıbdır? Birinci üsulun altında. Tətbiqi zamanı bitkidə ilk yaranan kök bilavasitə gövdə ilə birləşmə əmələ gətirir. Bəli, toxumla çoxalma zamanı əmələ gələn kök bilavasitə bitkinin kökünlə gövdəsinə əlaqə əmələ gətirir. Bu doğrudur. Gəldik ikinciyə. B. Bu üsulun tətbiqi zamanı bitkidə ilk yaranan kök növü bilavasitə gövdədən inkişaf edir. Yəni, gövdənin, bu B-ni ortaya yazıblar. Deyir, hər ikisində bu üsulla çoxalma zamanı birinci inkişaf edən kök gövdədən çıxır. Yanlışdır. Çünki heç burada gövdədən çıxma söhbəti yoxdur. Yarpaqdan inkişaf var, bir də toxumdan. C üçüncüyə baxırıq. C bu üsulun tətbiqi zamanı yeni yaranan bitkidə yalnız iki növ kökə rast gəlinir. Bəli. Yarpaqla çoxalma zamanı yarpaqdan birinci çıxan kök növü əlavədir. Ondan çıxan kök növü də yandır. Əlavə ilə yan da neçə növ eləyir? 2 növ eləyir. Deməli, bu doğrudur. B. Bu üsulun tətbiqi zamanı yeni yaranan bitkidə yarpaq və kök boruları bir avasitə əlaqəlidir. Birinci üsul toxumlandır, ikinci üsul yarpaqlandır. Yarpaqla olanda ola bilər, əgər bu dediyimiz o dördüncünü C-yə aid etsəydi. Amma B-yə aid etdiyi üçün bu yanlışdır. A. Bu üsulun tətbiqi zamanı yeni yaranan bitkidə zoğ və yarpaqlar ruşeym tumurcuğundan inkişaf edir. Bəli. Yəni A-da kökündən çoxalma zamanı olduğu üçün cavab olur 1-3-5 C variantı. Bu suala baxırıq. X sayda hörümçəkdə olan bəzi orqanlar qrafikdə A, B, C hərfləri ilə verilmişdir. Qrafik əsasən yanlış fikri müəyyən edin. Deməli, baxın, tor ziyillərinin sayını biz dərslikdə yoxdur, amma bilin ki, 3 cütdür. Mən bunu bilmirdim, yaza bilmədim, qəbul eləmirəm. Niyə? Sən bilirsən ki, xeliserlərin sayı hörümçəkdə neçə dənədir? 2 dənədir, düzdür? Demək ki, bu variant bizdən nəyi soruşur? Yanlışı. Bu doğrudur, bunu çıxdıq. B. Bığcıq sayı ola bilər. Hörümçəyin bığcığı olurmu? Bilirdik ki, hörümçəkdə bığcıq olmur. Yanlış fikir elə cavab nədir? C variantı. Heç digər variantları bilməsən belə. Yaşıl quş mamırının hansı rəqəmlə göstərilən hissələri həm ana, həm ata bitkinin xüsusiyyətini daşıyır. Yadda saxlayırıq, mamırlarda ziqot və ayaqlı qutucuq.
Bu ikisi həm ata, həm ana bitkinin xüsusiyyətini daşıyır. Çünki ziqot nədən əmələ gəlir? Spermatozoidin yumurta hüceyrəni mayalamasından spermatozoid ataya, yumurta hüceyri anaya məxsusdur. Nəticədə ziqot həm atanın, həm ananın xüsusiyyətini daşıyır. Ziqotdan da əmələ gəlir ayaqlı qutçuq. O da deməli həm atanın, həm ananın xüsusiyyətini daşıyır. Burada da ziqotdan əmələ gələn ayaqlı qutçuğun başçı qutçuq hissəsi budur, ayaqçıq hissəsi də budur. Cavab ona görə olur 1-2-D variantı. Hansı qrup bitkilərdə qeyri-cinsi nəsil üstünlük təşkil edir? Videonu sizə qayd eləmişəm, göndərəcəm. Təkrar-təkrar istəsəz dönüb baxarsınız. Deməli, birinci nəyi bilməliyik? Qeyri-cinsi nəsil mamırlarda cinsi nəsil üstünlük təşkil edir. Qıcıdır, örtülü toxumludur, çılpaq toxumludur. Bunlarda qeyri-cinsi nəsil üstünlük təşkil edir. Deməli, qıcı və örtülü toxumlu götürəcəyik. Cavab B variantı. Keçirəm növbəti suala. Hansı bitkinin yarpaq damarlanması şəkildəki kimidir? Şəkilə bax, bu şəkilə baxın, görürsünüz ki, torvari damarlanıb. Ona görə olacaq palıd C variantı. Hansı rəqəmlə göstərilən proseslər qarğıdalının erkək çiçəyində baş verə bilər? Bax, N-dən N necə əmələ gəlir, izah eləyirəm. Biz bilirdik ki, generativ nüvə e, N idi. Həmin o generativ nüvənin mitoz yolla bölünməsindən 2 dənə sperm əmələ gəldi. Spermlər də N idi. Deməli, erkək çiçəkdə bu gördüyümüz birinci proses N-dən N əmələ gələ bilər. İkinci, 2N-dən 2N. Erkək çiçəyin hər hansı başqa bir hissəsi 2N-dir. Ondan da mitozla əmələ gələn yeni bir hüceyrə yenə 2N-dir. Bu da ola bilər. N-dən 2N olması üçün ikisinin birləşməsi lazımdır. Demək ki, burada mayalanma getməsi lazımdır. Erkək çiçəkdə də nə getməz? Mayalanma getməz. Bu yanlışdır. 2N-dən N-in əmələ gəlməsi də ola bilir. Çünki erkək çiçəkdə bilirdik ki, bir ana tozluq hüceyrədən meyoz bölünmə ilə 4 ədəd hüceyrə əmələ gəldi. Bu hüceyrələrin hər biri olurdu nə? N. Deməli, bu da doğrudur. Deməli, 1, 2, 4. İndi mənim ürəyimə daman hissəni deyirəm sizə konkret. Burada qarğıdalının erkək çiçəyini verib. Gələn səfər qarğıdalının dişi çiçəyini versə, dişi çiçəyində də birinci proses gedəcək. Yəni, N-dən N əmələ gələcək. Dişi çiçəyində də 2N-dən 2N-də əmələ gələcək. Dişi çiçəyində N-dən N-dən 2N də əmələ gələcək. Çünki nə gedəcək orada? Mayalanma gedəcək. Dişi çiçəyində 2N-dən N də əmələ gələcək. Yəni, bunlardan 4-ü də əmələ gələcəkdir. Anlaşıldı mı? Dişi çiçək desə 1, 2, 3, 4-ün hamısını götürməliyik. Gəldik. Tozlanmada abiotik amil rol oynamır. Nə deməkdir? Küləkdir, sonra sudur. Bunlar rol oynamır deyirsə, palıddır, qozdur, söyüddür. Bunlar küləklə tozlanır. Tozlandığına görə bunlarda rol oynayır. Noxud isə öz-özünə tozlanır. Buna rol oynamır. Gəldik. X-in Y-ə nisbəti ifadəsinin qiyməti N-in hansı qiymətində 1-ə bərabər olar? Bax, normalda 8 dənə xana balığının hər birində 8 dənə üzgəc var. Neçdən eləyir? 64 dənə. Dərisində yalnız bir növ vəziyə malik en sayda istiqanlı canlıda caynaqlı ətrafların sayı. Yəni, bu quş deməkdir. Quşun caynaqlı ətrafının sayı 2 dənədir. 64-ün 2-yə nisbəti neçə eləyir? 32. Cavab D variantı. Şəkildə göstərilənlərdən hansı qametofit nəsildir? Bu, 1 ilə göstərilən sporofitdir. Ona görə olmaz. 2 mamırın yetkin fərdidir. Qametofitdir. Olar. 3 rüşeym kisəsidir. Bu da olar. 4 gördüyümüz protaldır. Bu da olar. 5-də tozluq dənəsinin içində gedən prosesdir. Bu da olacaq. Deməli, 2, 3, 4, 5 cavab D variantı. Gəldik. Verilən bitkilərdən hansında qametofit nəsil üstünlük təşkil edir? Bu, örtülü toxumludur. Bu, çılpaq toxumludur. Bu da qıcıdır. Nəticədə bu gördüyümüz C variantı mamırdır. Bunda cinsi nəsil üstünlük təşkil edəcək. Yəni, qametofit nəsil. Hüceyranın hansı rəqəmlə göstərilən orqaneli onun tənəffüsünə xidmət edir?
Tənəffüs hüceyrə tənəffüsünü təmin edən mitoxondridir. Mitoxondri də A-da göstərilmişdir. Keçdik digər hissəmizə. Soyuqqanlı heyvanları seçin. Bunu biz bilirdik ki, məməlilərdir, quşlardır, istiqanlıdır. 2, 3-dür, 4-dür, bir də 5-dir. Bunlar nədir? Soyuqqanlı heyvanlardır. Həlqəvi qurtlar da bilavasitə dərinin altında yerləşir. Həlqəvi qurtları belə yadda saxlaya bilərsin. Adı həlqəvi ilə başladığı üçün elə birinci gələn əzələsi həlqəvidir. Həlqəvi əzələ gəlir, sonra uzun əzələ gəlir. Cavab olur C variantı. Hansı rəqəmlə verilən canlılar oxskeletə malikdir? Oxskelet orda deməkdir və ya onurğa deməkdir. Onurğalıları seçin deyir. 1-dir, 2-dir, onurğasızdır. 6 da onurğasızdır. Olacaq 3, 4 və 5. Cavab olacaq B variantı. Son qərar. Sizdən soruşuram. Həqiqətən deyirsiniz ki, bu sınaq bizim elədiyimiz sınaqdan asan idi, uşaqlar. Bəli. Bəli, mən bu çox asan idi. Bəli. Yəni, əgər bu asandırsa, Bəli, müəllim, çox. yəni bu girdiyiniz sınaq asandırsa, yəni RFM də bundan azca biraz çətin ola bilir. Yəni mən sizə işlətdiyim səviyyədə yox, ondan azca, yəni indi işlədiyiniz ki var, bax bu sınaq, getmişdiniz sınağa işləmişdiniz. Həmin o sınaqdan azca çətin ola bilir. İnşallah ki, hamınız yaxşı yaza biləcəksiniz. Mən indi bunun videosunu çəkdim. İnşallah sizə göndərəcəm. Siz təkrar dönüb baxarsınız. Başa düşülməyən, aydın olmayan hissə nədirsə deyin. Bir də sizdən istəyim nədir? Ömər, mən inşallah sənin e-mailini digər videolara da əlavə eləyəcəm. Və sənə hansı videolara əlavə eləmişəmsə deyəcəm, girib baxarsan. Linklərini göndərəcəm, girib baxarsan. Bu öz yerində. Bizim bu həftə sonu yox, gələn həftə sonu imtahanımızdır. Böyük 99% belə olacaq. Ayın 16-sı olacaqdı. Bəli, məsələn 9-unu salmamışdılarmı? Mən bəs ayın 9-u deyildi. 9-una salmamışdılar. Ayın 9-una cəmaət öz arasında danışırdı. Amma hal-hazırda 9-unda olma ehtimalı yoxdur. Çünki həmin həftə elan eləmirlər imtahanı. Yəni ən azı 1-2 həftə qalmış deyirlər. Yəni ayın 9-u 99% ayın 9-u olmayacaq. Ayın 16-sı. Yəni bu bizə zaman qazandırıb əslində. Bunu mən eləmirəm də ki, deyəsiz ki, müəllim, bəs niyə eləmədiniz? Yəni bunu Təhsil Nazirliyi edir. Deməli, ayın 16-sına qədər bizim 2 həftəmiz var. Mən sizə səslə, qrupa səslə atacağam ki, həftənin 3-cü gününə nə etmək lazımdır. Kimsə mən səsə qulaq asmadım, mənim bu nömrəm yox idi burada, heç bir bəhanəni qəbul etmirəm. Hamı dediyimi miliminə eləyəcək və 2 həftə ərzində var gücümüzlə ciddi bir şəkildə təkrar edib, İnşallah Allahın köməkliyi ilə yaxşı, çox yaxşı nəticələr qazanmaq istəyirik. Ona görə də əlimizdən gələndən artıqını eləməliyik. Və sizdən istəyim nədir? Köhnədən qoşulan uşaqlar ki var, Ömərə onsuz da videoları aktiv eləyəcəm. Köhnədən qoşulan uşaqlar, mənə şəxsiyə, hər biriniz tək-tək şəxsiyə yazırsınız ki, tutaq ki, filankə yazır, məsələn deyirəm, Gülana yazır. Mən bu mövzularda çətinliyim var. Filankəs yazır, mənim bu mövzularda biz 2 həftə ərzində onların üzərində ciddi şəkildə işləyək ki, o çətinliklərimiz aradan qalxsın. Sualı olan varmı? Var uşaqlar sualınız. Yoxdur. Demək ki, tamam. Yaxşı. Belə bir şey deyim uşaqlar. Hal-hazırda ağlımıza gələn elə bir mövzu var deyin. Ağlımıza elə bir mövzu gəlir, elə bir mövzumuz var. Mən biraz mayalanmada çətinlik çəkirəm. Mayalanmanın videosuna baxıbsan sən? Bəli. Neçə dəfə?
Mən bir iki dəfə. Tamam. Orada anlamadığımız hissə əsas nədir? Bir dənə onu denən. Onu izah eləyəcəm. Mayalanmanı sənə məktəbdə də izah eləyərəm. Problem yox. Əsas odur, de görüm, orada nəyə çətinlik çəkirsən, məsəl üçün. Nə ilə nə birləşir, nə əmələ gəlir, bunu bilirik də, düzdür? Bəli. Hə, bəs orada hansı hissədə çətinliyimiz var, onu denən. Müəllim deyirlər, məsələn, nəyinsə mayalanmasında neçə yumurta hüceyrə iştirak edir onlarda falan. Hə, tamam. Onları bax, sizə indi deyirəm. Qayıt da olunur səsim. Qayda qulaq asarsınız, dəftərinizə yazarsınız. Yaxşımı? İndi belə mən bir-bir deyim, siz yazmayın. Qayda qulaq asıb yazarsınız. Yadda saxlayırıq. Çiçəkli bitkilərdə, yəni örtülü toxumlularda yalnız gedir iki qat mayalanma prosesi. Və iki qat mayalanma niyə deyirlər? Çünki sperminin biri yumurta hüceyrəni, digəri isə mərkəz hüceyrəni mayalayır. Çiçəkli bitkilərdə, yəni örtülü toxumlularda bir toxumun əmələ gəlməsində 4 ədəd hüceyrə iştirak edir. Bunlar hansılardır? 1 ədəd yumurta hüceyrə, 1 ədəd mərkəz hüceyrə, 2 ədəd spermi. Bu 4 ədəd hüceyrədən yumurta hüceyrəyə deyirlər dişi qamet, yəni cinsi hüceyrə, dişi cinsi hüceyrə. 2 ədəd, Mən son növbədə yazırsınız. Görsənmir bizə. yazmıram. Yəni deyirəm ki, qayda qulaq asasınız da onsuz da. Qayda qulaq asıb Hə, tamam. yazsınız. Bir ədəd yumurta hüceyrədir. Buna deyirik dişi qamet və yaxud da dişi cinsi hüceyrə. 2 ədəd spermidir. Buna deyirik erkək qametlər və ya erkək cinsi hüceyrələr. 1 ədəd mərkəzi hüceyrədir. Buna qamet deməyirik. Mərkəzi hüceyrə qamet deyil. Hüceyrədir, amma nə deyil? Qamet deyil. Bir toxumun əmələ gəlməsində mayalanmada iştirak edir neçə hüceyrə desək, toxumlu çiçəkli bitkilərdə deyəcəyik 4. Neçə qamet iştirak edir? Deyəcəyik 3. Bir yumurta hüceyrə, 2 dənə də spermi. Neçə erkək qamet iştirak edir desə deyəcəyik 2, 2 dənə spermi. Neçə dişi qamet iştirak edir desə deyəcəyik 1, bir dənə yumurta hüceyrə. Bəs bir toxumun əmələ gəlməsində mayalanmada neçə ədəd hüceyrə iştirak etmir desə, deyəcəyik 5 ədəd hüceyrə iştirak etmir. Bundan əlavə yadda saxlayın. Meyvənin qabığı əmələ gəlib yumurtalığın və yaxud da meyvə yanlığının xarici divarından. Yalnız ana bitkinin xüsusiyyətini daşıyır. Atanın xüsusiyyəti yoxdur orada. Meyvənin lətli hissəsi, məsələn, o bayaq dediyimiz şaftalının tutaq ki, qabığı idi, yalnız ananın xüsusiyyətini daşıyır. Şaftalının o lətli hissəsi, o da yumurtalığın orta divarıdır. Bu da yalnız ananın xüsusiyyətini daşıyır. Artıq o lətli hissəni ayırandan sonra bərk çəyirdək gəlir. Çəyirdəyin hər hansı divar hüceyrəsi fərq etməz. O da yalnız ananın xüsusiyyətini daşıyır. Yumurtalığın daxili divarından, daşlaşmış divarından əmələ gəlir. Onun içində toxum var, toxumun qabığı var. Toxumun qabığı yumurtacığın divarından əmələ gəlir. Yalnız ananın xüsusiyyətini daşıyır. Toxumun özü isə həm atanın, həm də ananın xüsusiyyətini daşıyır. Həmçinin toxum daxilində olan yumurta hüceyrə ilə sperminin birləşməsindən əmələ gələn ziqot, ziqotun bölünməsindən əmələ gələn rüşeym, yəni ziqot və rüşeym də həm atanın, həm ananın, həmçinin mərkəz hüceyrə ilə sperminin birləşməsindən əmələ gələn endosperm də həm atanın, həm də ananın xüsusiyyətini daşıyır. Məsələn, toxum misalında bizə veriləndə ki, toxumun şəklini qoyur, keçən sınaqda olduğu kimi, yəni bu sınaqda olduğu kimi, deyir ki, hansı hissə ziqotdan başlanğıc götürməyib. Bu o deməkdir ki, hansı hissə rüşeymə aid deyil, dolayısı ilə soruşur. Lobyada da toxumun qabığı nəyə aid deyil, rüşeymə aid deyil. Yəni, bizim 6-7 dəqiqə vaxtımız var. Kimin nə anlamadığı nəsə varsa desin, belə izah eləyim. Nə bilmirsinizsə soruşun da. Kimin başqa nə problemi var desin. Müəllim, qavatofit nəslə aid olan bitkilər deyə bilərsiniz? Gametofit nəsil ümumilikdə cinsi nəsil deməkdir.
Cinsi nəsil həm mamırda cinsi nəsil də var, qeyri-cinsi nəsil də var. Fərq etməz. Yəni mamırın yetkin fərdi qametofit və ya cinsi nəsildir. Mamırın ayaqlı qutucuğu isə sporofit nəsildir və ya qeyri-cinsi nəsildir. Qıcıların yetkin fərdi sporofit nəsildir. Amma protalı qametofit nəsildir. Həmçinin çılpaq toxumlularda və örtülü toxumlarda da yetkin fərd sporofit nəsil hesab edilir. Yəni qeyri-cinsi nəsil hesab edilir. Başqa sualı olan varsa desin. Yoxdur uşaqlar sualınız? Ay müəllim, biz yataqxanadayıq mən. Yataqxanaya gedirik, mən məktəbdəyik. Olar keçsəm mən. Gedin. Başqa sualınız var uşaqlar? Səlim burdasan, Səlim. Müəllim. Bax Səlim, sağ deyirəm. İmtahanda Allahın köməkliyi ilə 25-də 25 yaza biləcək potensiallardan biri sənsən. Yəni 25 dənə yazsan, mən belə şok olmaram ki, nətər oldu 25 dənə yazdın. Sadəcə məsələ budur ki, təlimin misalında hamınıza deyirəm. Kimsə 2 həftə ərzində məktəbdə onunla bununla top oynayacaqdırsa, tənəffüslərini 5 dəqiqə, 3 dəqiqə dincəldikdən sonra təkrar gəlib dərs oxumayacaqdırsa, mən dərsimi çalışmışam deyib evdə, telefonda iqra oynayasıdsa, əmin olsun ki, onun vəziyyəti yaxşı olmayasıdır uşaqlar. Əmin olsun bundan. Ona görə deyirəm ki, baxın, 2 həftəmiz var. Uğur sən gedib oradan medal qazansan, medalı sənin boynuna asacaqlar da. Bu sənin nəticəndir. Bunun üçün əlinizdən gələndən artığını eləməyiniz o deməkdir ki, yəni 2 həftə fədakarlıq eləyin. Demirəm az yatın. Az yatanda adamın başı işləmir. Demirəm 3 saat yatın. Amma gedib 12 saatda qış yuxusuna getməyin. Gedin 7 saat, 6 saat, 8 saat, maksimum 8 saat yatın bəsdir. 2 həftə yatmaqla, 8 saat yatmaqla sizə heç nə olmaz. Yəni axşam saat 10-da yatın, səhər 6-da durun, 6-da açın kitabınızı, təmiz beyinlə çalışın dərsinizi və ya kimsə axşam oxuyursa, səhər dura bilmirsə, axşam müəyyən gec saatlara qədər oxusun, amma yenə deyirəm, yuxu rejiminizi alın. Yeməyinizdən bəlkə kəsə bilərsiniz, sizə bir şey olmaz, arıqlayarsınız, amma yuxunu kəsəndə beyniniz işləməyəcək uşaqlar. Və imtahanda əvvəlcədən burada olan hər kəsə deyirəm. Kim RFN birinci mərhələyə girəcəkdirsə, 2 saat ərzində vaxt veriləcək. 2 saatdan tez imtahandan çıxan uşağa əziyyətimi halal etmirəm. Əvvəlcədən deyirəm. Əziyyətimi halal etmirəm. Çünki orada 1 saata, 1 saat 10 dəqiqəyə yazdığın sınağın nəticəsi yaxşı olmaya bilər. Otur, təkrar suallara bax. Səni heç kəs qolundan tutub çıxartmır. Otur, bax, gör nə deyir orada. Axıra qədər bax, demirəm ki, son 1 dəqiqəni dəyərləndir. 5 dəqiqə qalmış, 10 dəqiqə qalmış çıxa bilərsən. Amma mən ürəyim partladı içəridə, evi yoxdur, heç nə olmaz. Qal içəridə, çöldə səni heç kəs gözləmir. Valideynin də sənin nəticənin, yaxşı nəticəni gözləyirsən. Yaxşı nəticən onun üçün uğurdur da, sənin üçün də uğurdur. Ona görə tez çıxmaq olmaz. Məsələn, sınağa gedənlər axıra qədər oturdunuz, yoxsa tez çıxdınız? Məsələn üçün, Milana, tez çıxdın, yoxsa axıra qədər oturdun? Mənim axıra qədər oturmadım. Biraz tez çıxdım. Hardasa 20 dəqiqə qalmış, nə qədər qalmış. Sən mənim sözümü eşitdin? Qətiyyən, bax deyirəm. Bəli. Qətiyyən birinci mərhələdə qətiyyən 5 dəqiqə qalmışdan tez heç kəs çıxmır çölə. Heç kəs. Və sizdən istəyim nədir? Baxın, o RFN birinci mərhələdə sinifdə, bax, eşidin ha məni, sinifdə oxumayan, orta məktəblərdən oxumayan uşaqlar olur ki, adlarını yazırlar ki, tamam, gəl. Və yaxud da RFN birinci mərhələdən keçiblər, gəliblər. Orada kimsə sənin yanında oturan, qabağında oturan, dalında oturan,
və ya orada nəzarətçi müəllim sizə desə ki, hə, qızım, sən hazırlaşmısanmı? Savadlı qız oxşuyursan. Denən ki, bitəri məktəb turunu keçmişəm, gəlmişəm, yəni görək də, yəni elə də yaxşı bilmirəm. Niyə? Nəzarətçi sənin yanından keçəndə sənin kitabçana baxıb, hər hansı bir tanıdığı adama orada nəticə variant deyə bilir. Yəni, bu hallar yaşanıb indiyə kimi. Və yaxud da yanında oturan adam sənin kitabçandan baxıb, səndən nəticə qazana bilər, səndən daha yaxşı nəticə qazana bilər. Ona görə bu mövzuda qətiyyən deyirsiniz ki, elə belə oxuyuram, sadəcə birinci mərhələni də bəxtəxuda keçmişəm, gəlmişəm görək nətər olur. Vəssalam. Yəni kiməsə açot verməyə ehtiyac yoxdur ki, mən sınaqda 22 yazıram, 23 yazıram, ehtiyac yoxdur. Sualı olan varsa desin. Xeyr, müəllim. Özünüzə yaxşı baxın. Görüşər inşallah. Mən sabah sizin eləyəcəyiniz şeylər nədir? Onları da inşallah göndərəcəm səslə. Onları inşallah yekunlaşdıraq. Gecəniz xeyrə. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.